Əziz tələbələr, bugünkü dərsimizdə biz yassı dörtbəndli dirsək sürüncək mexanizminin qüvvələr analizi ilə tanış olacağıq. Qüvvələr analizinə bəzən kinetostatik analiz də deyilir. Yəni, bunların hər ikisi eyni anlama gəlir. Qüvvələr analizini yerinə yetirmək üçün biz birinci növbədə mexanizmi ayırırıq giriş bəndinə və asur qrupuna. Asur qrupu 2 və 3 bəndlərdən ibarətdir. Giriş bəndi isə AB bəndidir, biz onu 1 ilə işarə edirik. Gəlin, indi biz asur qrupunu ayıraq mexanizmdən və onu ayrıca çəkək. Adətən biz qüvvələr analizini yeni vərəqdə həyata keçiririk. Ancaq bizdə burada yer olduğuna görə kifayət qədər yer var və bu yer bizə bəsdir ki, qüvvələr analizini burada, bu hissədə, boş yerdə yerinə yetirək. Beləliklə, asur qrupunu ayırırıq. Belə bir xət çəkək əvvəlcə. Bu xət deməli bizdə oldu 4-cü vəziyyətdə B4 C4-ə paralel. Bu xətti uzadaq. Burada əvvəlcə biz 120 mm-imizi qeyd edəcək. Bu bizdə 120 mm-dir. Bu bizdə ilk vəziyyət planının qurulmasında və hesabatlar aparılmışdır. AB 30 mm, BS 120 mm. Bunlar çertyoz qiymətləridir. Həmin 120 mm gəlin ayıraq. Sürüncəyi göstərək. Bu bizdə həmin asur qrupunu ayırıb burada göstərdik. İndi asur qrupuna təsir edən bütün qüvvələri göstərək. Aydındır ki, biz asur qrupunu giriş bəndi və dayaqdan ayırdığımıza görə həmin bəndlərin təsirini uyğun reaksiya qüvvələrlə göstərməliyik. Əvvəlcə bu sürüncəyə təsir edən reaksiya qüvvəsini göstərək. Sürtünməni nəzərə almadığımıza görə dayağın 3-cü bəndə təsir qüvvəsi, yəni R03 qüvvəsi bəndə perpendikulyar istiqamətdə olacaqdır. Buradan biz göstərək belə və bəndə perpendikulyar istiqamətdə göstəririk. Bu oldu bizdə R03 reaksiya qüvvəsi. Bu indeksləri bir dəfəli yadda saxlamaq lazımdır ki, nəyi bilir? R reaksiya qüvvəsi deməkdir. 0,3, yəni 0-cı bəndin 3-cü bəndə reaksiya qüvvəsi. İndekslər o bunu göstərir. Sonra bu oldu bizdə C nöqtəsindəki, C nöqtəsini sonra biz yazarıq. C nöqtəsindəki reaksiya qüvvəsi. B nöqtəsindəki reaksiya qüvvəsi isə bunu biz iki toplamına ayıracağıq. Yəni bu qüvvənin biz tətbiq nöqtəsini bilirik, ancaq onun istiqamətini bilmirik. Ona görə bu bizə imkan verir ki, biz bunu iki toplamına ayıraq və hər ikisi B nöqtəsində tətbiq olunacaq. Bir reaksiyanı biz normal istiqamətdəki reaksiya qüvvəsidir. Digər reaksiya qüvvəsi isə toxunan istiqamətdəki reaksiya qüvvəsidir. Deməli, bunu yazaq. R 1, 2 normal. Bu isə olsun bizdə R 1, 2 toxunan. Toxunan reaksiya qüvvəsi, yəni bu
bəndlə 90 dərəcə təşkil edir. Normal reaksiya qüvvəsi isə bənd istiqamətində yönəlir. Sonra 120-ni bölək 2 yerə olsun bizdə 60 mm. Bu olsun kütlələr mərkəzi S2. Bura tətbiq edirik hansı qüvvəni? Bura tətbiq edirik birinci növbədə ağırlıq qüvvəsini göstərək. Ağırlıq qüvvəsi şaquli istiqamətdə aşağı yönəlir. Bu olsun J2. Yəni gördünüz mü, mən çəkəndə bunu şaquli istiqamətə çəkdim. Vərəqin bu tərəfinə perpendikular istiqamətdə və yaxud vərəqin bu tilinə paralel istiqamətdə yönəltdik. Sonra gəlin göstərək xeyirli müqavimət qüvvəsini. Xeyirli müqavimət qüvvəsi burada porşuna təsir edir. Baxsa, burada porşuna təsir edir. Həmin bu qüvvədir. Bu qüvvənin qiymətini tapılması belədir. İndi gəlin bunları biz yazaq. Gəlin burada əvvəlcə yazaq. Mexanizmin qüvvələr analizi. F xeyirli müqavimət qüvvəsi. Buradakı bir məsələni qeyd edək ki, bu xeyirli müqavimət qüvvəsi bu tapşırıq bizdə daxil yanma mühərrikinin mexanizmidir. Buradakı qüvvə dəyişəndir. Ancaq biz buradakı qüvvələr analizini yerinə yetiririk və bir vəziyyət üçün bunu həyata keçiririk. Dördüncü vəziyyət üçün. Bu da buradakı indikator diaqramıdır. İndikator diaqramı porşundakı təzyiqin dəyişmə xarakterini gedilən yoldan, porşunun getdiyi yoldan az olaraq göstərir. Bizim vəziyyətdə deməli, hələ ki məsələni bir qədər sadələşdirək. Porşunumuz bizdə görsün, bu yuxarı vəziyyətə yaxındır. Yəni 5-ci vəziyyət və 4-cü vəziyyət yaxındır. Ona görə bizim halda bu qüvvə maksimal tərəfdə, yəni maksimal qiymətə bərabərdir. Ona görə biz bunu maksimal qiymətini götürəcəyik. Sonraki dərslərimizdə biz sizə izah edərik ki, bu gedişdən az sonra bu qüvvəni biz nə cür təyin edək. Onu da orada çətin bir şey yoxdur. Bu da sadəliklə həyata keçirilir. Deməli, xeyirli müqavimət qüvvəsi bizdə verilir. Maksimal qiymətini götürəcəyik. Tapşırıqda görürük ki, biz burada verilir bizə P maksimum. Yazaq. Qüvvə bərabərdir. Təzyiq vurulsun porşunun sahəsi. Bərabərdir. Gəlin qiymətləri yerinə qoyaq. P maksimum bizdə 0,27 megapaskal. Yəni olacaq 0,27 10 üstü 6. S nəyə bərabərdir? Pd kvadrat bölünsün 4. 3,14. D bizdə verilib 0,36'nın kvadratı. Bölünsün 4. Yəni pd kvadrat bölünsün 4. Bunları yerinə qoyandan sonra bizdə alınır bunun qiyməti. Deməli, bunun qiyməti alınır 27.000 Newton. Yəni bu 10 üstü altında nəzərə almaqla 27.000 Newton alınır buradakı müqavimət qüvvəsinin qiyməti. Həmin qüvvəni tətbiq edirik biz porşunun yuxarı hissəsindən aşağıya doğru yönəlir. Bu qüvvə də bizdə görürük ki, şaquli istiqamətdə aşağı yönəlir. Yazaq buna F xeyirli müqavimət qüvvəsi. Daha sonra deməli bizdə gəlin ətələt qüvvəni tətbiq edək. Üçüncü bəndin ətələt qüvvəsi pi s'nin əksinə yönələcəkdir. Gəlin bunu da yönəldək. Deməli pi s bir göründüyü kimi
Y o oxuna paraleldir, istiqamətinə paraleldir. Ona görə olacaq pi-s'nin əksinə yuxarıya doğru. Bu da oldu P ətalət 3 qüvvəsi. İkinci bəndin ətalət qüvvəsi olacaq pi S2-nin əksinə. Gəlin burada bunu pozun, sonra bizə mane olacaq, sonra yazarıq S2 nöqtəsində. Deməli, pi S2 budur bizdə. Pi S2 pi S2'nin əksinə yönəldi. Buna yazaq. Olsun P ətalət 2. Burada buraya yazaq S2 nöqtəsi. İkinci bəndin ətalət qüvvələrinin baş momenti. Bu necə olacaq? Bu bildiyimiz kimi olur epsilon 2'nin əksinə. Bunların hesabatını indi burada yazacağıq hamısını. Epsilon 2'nin əksinə. Epsilon 2 nə gördü burada? Biz keçən dərsimizdə onu qeyd eləmişdik sizlə. Burada epsilon 2'ni yazmışdıq keçən dərsimizdə. Epsilon 2 ikinci bəndin bucaq sürətidir. Bucaq təcilidir bağışlayın. Bucaq təcilinin əksinə. O nə cür yönəlir? Baxırıq bura. Deməli, ASB toxunan, yəni S-nin B-nin toxunan təcili görürük bu tərəfədir. Bunu bura tətbiq eləyəndə, bu istiqamətdə bura tətbiq eləyəndə, epsilon 2 bu istiqamətdə alınır. Ətalət qüvvələrinin momenti isə onun əksinə yönəlir. M ətalət 2. İndi gəlin bunların hamısının hesabatlarını edək, bu məlum qüvvələrin. Yazırıq. Gəlin yazaq. J2 bərabərdir. J3 bərabərdir. J2 bərabərdir. M2 vurulmuş J. J3 bərabərdir. M3 vurulmuş J. Bərabərdir. Bunlar bizdə verilib. M2 23 kiloqram. 9,81 metr bölü saniyə kvadrat. M3 51 kiloqram. Vurulsun 9,81. Bunları vursa, ancaq bunları qeyd edim ki, J-ni təxminən 10 da götürə bilərik. 23 vurulsun 9,81. Belədir, 225,6 Newton. 51 vurulsun 9,81. Belədir, 500,3 Newton. M ətalət 2'ni gəlin yazaq. Gəlin ona qədər ətalət qüvvəni yazaq. Yazaq P ətalət 2, P ətalət 3 bərabərdir. P ətalət 2 bərabərdir. M2 vurulsun AS2 bərabərdir. AS2'ni biz bayaq hesablamışdıq. Əvvəlki dərsimizdə görürsünüz bunlar. Deməli 246. Deməli M2 23 vurulsun 246 bərabərdir. Deməli biz burada Amerikanı yazmışdıq. Bərabər. Deməli P ətalət 2 bərabərdir. 23 vurulsun 246. Bu da eləcək 5658 Newton. P ətalət 3 bərabərdir. M3 vurulsun AS3. AS3 bizdə AC-yə bərabərdir. Bu da deyir 213 vurulsun bərabərdir. AS2 bərabərdir. 51 vurulsun. Nə qədər oldu bu? 213. 213 bərabərdir. 51 vurulsun 213 bərabərdir.
10.863 Newton. M ətalət 2 bərabərdir. Epsilon 2 vurulsun IS2 bərabərdir. Epsilon 2'ni biz burada təyin eləmişdik. 468 radian bölü saniye kvadrat vurulsun IS2. IS2 bizdə verilmişdir. 0,5 vurulsun 0,5. Bu ölçü vadı burada yazmır. Kilogram vurulsun metr kvadratdır. 468 vuranda 0,5'e yarı bölürük. Gelir 234 Newton vurulmuş metr. Newton vurulmuş metr. Deməli, bütün qüvvələri biz təsirdən qüvvələri göstərdik. Aydındır ki, 3-cü bəndin ətalət qüvvənin baş vektoru yoxdur, çünki bu bənd irəliləmə hərəkət edir. İrəliləmə hərəkət edən bənddə epsilon yoxdur. Ona görə də burada ətalət qüvvələrinin baş momenti yaranmır. Yaxşı. İndi gəlin bura fikir verək. Bütün qüvvələr tapıldı. Hansı qüvvələr bizdə məşğuldur? Məşğul qüvvələr reaksiya qüvvələrdir. R0,3 və R1,2 normal, R1,2 toxunan. R1,2 toxunan reaksiya qüvvəsi bəndin, ikinci bəndin C nöqtəsinə nəzərən, bu bizdə B nöqtəsidir. C nöqtəsinə nəzərən moment tarazlıq şərtindən tapılır. Gəlin bu təmliyi yazaq. Deməli yazırıq. Cəm işarəsi moment. Deməli C nöqtəsinə nəzərən ikinci bənd üçün bərabərdir. R1,2 toxunan vurulsun onun qolu BC. Normal reaksiya qüvvəsi moment yaratmır C-yə nəzərən. Çünki o bənd istiqamətində gedir, C-dən keçir. Ona görə onun qolu sıfıra bərabərdir. Deməli biz bunu yazanda R1,2'nin bu istiqamətə fırlanmanı müsbət götürdük. İndi o biri qüvvələri yazaq. M ətalət 2 var. Bunu təmliyin axırında yazarıq. J2 var, P ətalət 2 var. Deməli, gəlin bunların qollarını göstərək. Bu olsun bizdə HJ2 bir də P ətalət 2'nin qolu. Yəni buradan çəkirik qüvvəyə paralel. Bunu bir qədər uzadaq və bu da olacaq P ətalət 2'nin 2 qüvvəsinin qolu. Bunu yazaq H ətalət 2. Artıq xətti pozaq. İndi gəlin bu qüvvələri də burada qeyd edək. R1,2 vurulsun BC yazdı. J2 qüvvəsi də P ətalət R1,2 reaksiya qüvvəsi istiqamətində moment verir. İşte bunu götürmüşük müsbət. Ona görə burada olacaq R1,2 toxunan BC üstəgəl J2 vurulsun onun qolu H J2. Sonra P ətalət 2 əksinə furadır. Çıx. P ətalət 2 vurulsun onun qolu H ətalət 2. Və bir də moment M ətalət 2. Bu da mənfi istiqamətə furadır. Olacaq. Çıxılsın. İndi burada bir məsələ var. Biz M ətalətin özünü yaza bilərdik. Ancaq onda görə bu məsafələri biz metrdən götürməliydik. Ancaq burada biz bu məsafələri birbaşa çerçözdən götürdüyümüzə görə burada olacaq M ətalət 2 bölünmüş müL. Yəni müL burada bu qurmanın uzunluq miqyasıdır. Bu təmlikdən biz tapırıq R1,2 toxunan reaksiya qüvvəsini.
Deməli, belə olacaq bizdə. P ətalət 2, H ətalət 2, üstə gəl M ətalət 2 bölünmüş müL çıxılsın J2, HJ2. Bunların hamısı bölünməlidir BC-yə. Gəlin bunların qiymətini yazaq yerinə. P ətalət 2 bizdə. Görürsünüzmü? 5658'dir. Vurulsun onun qolu H ətalət 2. Artıq bunu biz buradan millimetrlə götürürük. ...35 millimetr. Vurulsun 35. Üstə gəl. M ətalət 2, 234. Bölünmüş müL. MüL bizdə 1000'də 4'tür. Bölünsün 1000'də 4. Çıxılsın J2 225,6 vurulmuş onun qolu. Onun qolu burada 9 milimetrdir. Vurulsun 9. Bölünsün BC. BC bizdə 120'dir. 120 milimetr. Bərabərdir. Burada bütün hesabatları buraya yazmaya ehtiyac yoxdur. Gəlin biz bunu ayrıca vərəqdə edək. Düzəldək. Bəli. 5658 vurulsun 35 198 0 30 üstə gəl 234 bölünsün 1000'də 4 bərabərdir. Bu da elədir 58 500 çıx 225,6 vurulsun 9. Bu elədir 2030. Var bölünməlidir 120'yə. Eləyir. Deməli 198 030 üstə gəl 58 500 çıxılsın 2030 bərabərdir. 254.500 bölək 120'yə. Deməli elədir 2121. 2121 yuvarlaşdıraq. Elədir 2121 Newton. Bozaq buradan. Daha sonra R03 və R12 normal reaksiya qüvvələri tapılır. Həmin qüvvələri tapmaq üçün Ahsul qrupunun bütövlükdə qüvvə tarazlıq şərtini yazırıq. Gəlin bu tənliyi yazaq. Ancaq bu tənliyi yazarkən iki qaydaya əməl olunmalıdır. Birinci qayda, məhsul qüvvələr tənliyin kənarlarında yerləşdirməlidir. İkinci qayda isə əvvəlcə bir bəndə, sonra digər bəndə təsir edən qüvvələr göstərilməlidir. Gəlin bu şərtlərə əməl etməklə biz həmin o qüvvə tarazlıq şərtini yazaq Ahsul qrupuna. Həmin tənliyi yazırıq. Başlayaq ikinci bənddən. Olsun R12 normal, R12 toxla, üstə gəl J2, üstə gəl P ətalət 2,
Üste gəl. J3. J3'ü biz burada göstərməmişik. Gəlin bu qüvvəni göstərək burada. J3 burada. Bu qüvvə P tərəf düşdür. Bu isə olsun J3. J3 üstə gəl. F xeyirli müqavimət qüvvəsi üstə gəl. R03 reaksiya qüvvəsi. Görək bütün qüvvələri göstərdim mi? R12, J2, P2. Aha, burada bir qüvvə yaddan çıxdı, qaldı. Gəlin bunu mən düzəliş edim. Bu qüvvə P ətərlət 3 qüvvəsi idi, yaddan çıxan qüvvə. Və üstə gəl R03 reaksiya qüvvəsi. Bunların vektorial cəmi sıfıra bərabər olmalıdır. Gördüyümüz kimi bu bizdə vektor tənliyidir. Vektor tənliyidir. Bütün qüvvələrin üzərində görürsünüz ki, vektor işarələr qoyulmuşdur. Bu tənliyi həll etmək üçün bunun qüvvələr planı qurulmalıdır. Qüvvələr planını qurmaq üçün hər bir qüvvəni gəlin işarə edək parça ilə. Öz uyğun parçasına. İndi biz burada hansından başlamalıyıq? Aydın məsələdir ki, məlum qüvvə, birinci məlum qüvvə R12 toxunan reaksiya qüvvəsidir. R12 normal hələ ki bizə məlumdur. Ona görə 1 buradan başlayır. 1, 2 parçası, 2, 3 parçası, 3, 4 parçası, 4, 5 parçası, 5, 6, 6, 7, 7, 8 və yenidən 8, 1'ə qayıdırıq. 8, 1 parçası. Bunun planını qurmaq üçün biz baxırıq, qüvvə miqyası qəbul etməliyik və baxırıq görə burada hansı qüvvə ən böyük qüvvədir. Adətən ən böyük qüvvə gördüyümüz kimi burada hesabatdan da görünür ki, 27.000 Newton olan qüvvə bu bizdə xeyirli müqavimət qüvvəsidir. Həmin qüvvənin parçasını biz götürək, təxminən miqyas yaxşı alınsın deyə 135, yəni 270-in yarısı 135 mm götürsək, bizdə miqyas yaxşı alacaq. Deməli, 6-7 parçası, bağışlayın, deməli, 5-6 parçası, 5-6 parçası bərabərdir. Götürürük 135 mm, onda miqyas, F qüvvə miqyası bərabər olacaq. F xeyirli müqavimət qüvvəsi bölünsün 10 parçası 5-6 parçası bərabərdir 27.000 Newton bölünsün 135. Deməli bu da eləyir 200 Newton bölünsün millimetr. İndi digər parçaları biz neyək? Gəlin bunların parçalarını tapaq. Həmin qüvvələrin parçalarını tapaq. 1-2 parçası bərabər olacaq. R12 toxunan bölünsün F bərabər olacaq. 2121 Newton bölünsün 200'ə. Bu da təqribən eləyir 10 millimetr. Sonra keçir növbəti vərəqə. Deməli, yazaq deməli belə. Gəlin burada yazın. 2-3 parçası bərabər olacaq. J2 bölünsün F-ə bərabərdir. 225,6 bölünsün 200'ə. Bu da təqribən 1 millimetr. Gəlin burada yazaq buralarda. 3-4 parçası bərabərdir. Ətələt 2 bölünsün F-ə. Bu eləyir deməli bizdə 5658 bölünsün 200.
5658 böl 200. 28 tam %29 milimetr. Təqribən 28 milimetr. Sonra 4, 5 parçası bərabər olacaq J3 bölünmüş müevə. J3 bizdə 500'dür. Bölünsün 200. Götürək bunu təqribən 2,5. Bu 500 tam onda 3'dür burada. Təqribən 2,5 milimetr və axırıncısı burada qüvvəmiz deməli P ədəd 3. Onun parçası 6, 7 parçası bərabər olacaq. P ədəd 3 bölünmüş müev bərabərdir 10.863 bölünsün 200. 10.863 bölünsün 200 elədi. Bir dəqiqə. 10.863 bölünsün 200'e. 54,3 milyon. Təqribən 54. Beləliklə alınmış parçalara görə qüvvələr planını qururuq. Axırıncı parçamız bizim 54 milimetr alındı. Başlayırıq bir nöqtəsindən. Burada bir nöqtəsini ixtiyari bir yerdə qəbul edək. Bir nöqtəsi. 1-2 parçasını gedirik. R1-2 toxulan. Bunun parçası deməli alınmış nə qədər bizdə? 10 milimetr. Həmin o R1-2 reaksiya qüvvəsi istiqamətində bu bəndə perpendikulyar R1-2 toxunan. R1-2 toxunan bizdə görürsünüz müsbət alınır. Deməli ilkin istiqamət düzgün götürülür. Əgər ilkin istiqamət düzgün götürülməsəydi burada mənfi alınardı. Yəni bu da belə bir səhv deyil. İlkin istiqamət səhv olanda onda biz burada bu halda mənfi alınsaydı burada bu qüvvə onda biz bunun üzərindən 2 xətt çəkib bunu əksinə bu istiqamətlə götürüb qeyd edərdik. Bizim halda müsbət alınıb deyə buna ehtiyac yoxdur. Elə bu olduğu kimi qalır burada. Beləliklə bir nöqtəsini götürdük. Buradan R1-2 toxunan reaksiya istiqamətində nə qədər? 10 millimetr parça götürürük. 10 millimetr. Bu oldu bir nöqtəsi. Hələ ki balaca ilə gedir. Balaca rəqəmlə gedirəm. Sonra isə bunları biraz yaxşı yazarıq. 1, 2. Sonra gəlir J2 qüvvəsi. J2 qüvvəsi 2-3 parçası 1 millimetr. Yəni bunu heç qeyd edilməsəydi olar. Yəni əgər parçanın uzunluğu 1 millimetrə qədərdirsə biz onu heç qüvvələr planında qeyd etməyə də bilərik. Yəni bunun belə bir dəqiqliyə o qədər də böyük təsiri olmur. Deməli 2, bunun üst-üstə 3 nöqtəsi parça kiçik olduğuna görə. Sonra gəlir 3-4 qüvvəsi. Uzunluğu 28 millimetr. Hansı qüvvədir bu? P ədəd 2 qüvvəsidir. P ədəd 2 qüvvəsi, yəni bu istiqamətdə gəlin, deməli, buradan qeyd edək yuxarıya doğru öz istiqamətində. Nə qədər? 28 millimetr. P ədəd 2, 28 millimetr. 28 millimetr. Bu parça bizdə oldu 28 milimetr. Bu oldu 2, 3, bu da oldu 4 nöqtəsi. Sonra 4-5 parçası J3 uzunluğu 2,5 milimetr. Təxminən bunu götürək. Olsun 3 milimetr uzunluğu. 4-5 parçası. Sonra 5-6 parçası F xeyirli müqavimət ən böyük qüvvədir bu. Bunu biz götürürük, aydındır ki, bunu götürürük şaqul istiqamətdə. 5-6 parçası. Xət keçməni belə qoyun bu tərəfi. Bunun daha yaxşıdır. Xət çəkməyə.
Çəkirik burada belə aşağı. Uzunluğu 5-6 parçasının uzunluğu 135 milimetrdir. 135 milimetr. Bu oldu 5-6 nöqtəsi, yəni uyğundur F xeyli müqaməti. Sonra 6-7 parçası bu bizdə. Deməli, bir dəqiqə baxaq. 4-5 aydındır. Deməli, çəkirik bunun ucundan 6 nöqtəsindən çəkirik P ətələt 3-ü, onun parçası 54 milimetrdir. P ətələt 3, 54 milimetr. Görürsünüzmü yuxarı istiqamətdə, o da şaquli istiqamət yönəlir, 54 milimetr. Bura kimi gəlir. İndi burada bu qüvvələr üst-üstə düşdüyündən belə bir üsuldan istifadə edə bilərik ki, bu qüvvəni onun yarım milimetr, 1 milimetr qədər yanında göstərə bilərik ki, bu qüvvələr qarışmasını belə göstərə bilərik. Belə göstərmək məsləhətdir. 7. Bu oldu 6-7 qüvvəsi də oldu bizdə P ətələt 3. Gəldik, çatdıq 7 nöqtəsinə. İndi 7 nöqtəsindən çəkməliyik R03 reaksiya qüvvəsinin istiqamətini. R03 yəni bizdə tam üfqi qüvvədir, üfqi istiqamətdə yönəlir. Gəl onu göstərək. Belə. Və bir nöqtəsindən çəkəcək R1-2 normalın istiqamətini. R1-2 normal da bu bənd istiqamətindədir. Yəni BS bəndi istiqamətində. Gəlin onu göstərək. Bir də göstərək. Deməli, belə olsun. Təxminən. Belə. İndi düz alındı. Birdən çəkirik. Buradan çəkək. Həmin qüvvənin istiqaməti. R1-2 normal reaksiya qüvvəsinin istiqamətini. Bunlar gəlir burada kəsişirlər. Deməli, bizdə bu. Yəni 7-ni biraz buradan qeyd edək. Bu qüvvə. Bu da oldu bizdə 8 nöqtəsi. Deməli, başladıq birdə irəliyə doğru. Gəldik, sona çatdıq 8-ə. Səzən 1-ə. Bir başlanğıc nöqtəyə gəldik, çatdıq. İndi gəlin qüvvələri göstərək. 1-2 hansı qüvvə idi bizdə? 1-2 bizdə R1-2 toxunandır. Sonra 2-3 parçası balaca nöqtə kimi göstərmişik. Bu J2 qüvvəsi idi. Sonra 3-4 qüvvəsi P ətələt 2 qüvvəsidir. Sonra 4-5 J3 qüvvəsidir. Gəlin bu nöqtələri yaxşı qeyd edək. 2-3 nöqtəsi. 4-5 5-6, bu bizdə 5-dən 6-ya doğru xeyirli müqavimət qüvvəsidir. Sonra 6-7 bizdə P ətələt 3 qüvvəsidir. Burada artıq R03 qüvvəsi 7-8 parçası ilə alındı. Qüvvələr planından alındı. Deməli, bu bizdə 7, bu da 8. Bu qüvvə oldu R03 reaksiya qüvvəsi. 8-1 parçası isə R1-2 normal reaksiya qüvvəsidir. Bu qüvvə R1-2 normaldır. Bu qüvvə oldu, bayaqki qüvvə idi, P ətələt 3 idi. Bu qüvvə isə
Bu qüvvə isə bu qüvvə oldu R03 reaksiya qüvvəsi. İndi biz bu qurmadan məchul reaksiya qüvvələrini təyin edə bilərik asanlıqla. Necə? Yazırıq R12 normal bərabərdir. Onun parçası 8-1 parçası. Vurulsun müeffə R03 reaksiya qüvvəsi nəyə bərabərdir? Onun parçası 7-8 parçası vurulsun müeffə. Gəlin bunları yazaq. Sonra digər qüvvəni də yazarıq. 8-1 parçası. 8-1 parçası bizdə görək nə qədərdir? 8-1 parçası bizdə 63 mm-dir. Yazaq. Deməli 63 vurulsun müeff. Müeff bizdə 200 idi. Yadırdan çıxmayıbsa, bizdə 200-dür. Yəni, görürsün, belə miqyas yuvarlaq olanda vurma əməliyyatları xeyli rahatlaşır. Mən öncə 126 yanında 2-0. 12600 Newton. R03 bərabər olacaq 7-8 parçası. Gəlin 7-8 parçasını ölçək. Bu azdır bizdə təxminən 6 mm. 6 vurulsun 200 elədi 1200 Newton və R12 normal, R12 toxunan bunların cəmi verir tam reaksiya qüvvəsini, R12 reaksiya qüvvəsini, yəni 8-2 parçası. Deməli, R12 tam reaksiya qüvvəsi bərabər olacaq 8-2 parçası vurulmuş müeffə. O eləyəcək bizdə. Gəlin bunu birləşdirək. 8 ilə 2-ni birləşdirək. 8 ilə 2-ni. Deməli, əziz tələbələr, bu oldu R12 reaksiya qüvvəsi. Bunun qiyməti isə olacaq 8-2 parçası vurulsun parça. Bu da təxminən 64 mm-dir. 64 mm vurulsun 200. Bu da elədir 1128. 12800 Newton alındı. Görürsün, biz qüvvələr planından buradakı məchul reaksiya qüvvələrini tapdıq. Məchul qüvvələr biri bu idi, biri də bu qüvvə idi. Bunları tapdıq. Qüvvələr planından istifadə etməklə həm də biz S fırlanma cütündəki reaksiya qüvvəsini təyin edə bilərik. S fırlanma cütündəki reaksiya qüvvəsi necə tapılır? Bu və yaxud yadınızda bir qanun, qayda dedik bu qüvvə planının tərtib olunmasını. Qaydalardan da biri o idi ki, əvvəlcə bir bəndə, sonra digər bəndə təsir edən qüvvələr yazılırdı. Bunun mənası ondadır ki, biz bu qaydadan istifadə etməklə S cütündəki, S fırlanma cütündəki reaksiya qüvvəsini təyin edə bilərik. Necə? Görürsünüzmü? 8-dən 4-ə qədər bu ikinci bəndə təsir edən qüvvələrdir. 4-dən 8-ə qədər üçüncü bəndə təsir edən qüvvələrdir. Deməli, bu bizdə buradan bura kimi ikinci bəndə təsir edən qüvvələrdir. Buradan bura kimi üçüncü bəndə təsir edən qüvvələrdir. Bunu iki qüvvə kimi götürsək, bu qüvvələrin cəmi bir qüvvədir, bu qüvvələrin də cəmi bir qüvvədir. Bu qüvvələr bir-birini tarazlayır. Yəni, bunlar bir-birini tarazlayan qüvvələrdir. Bunlar harada bir-birindən tarazlaşırlar? S fırlanma kinematik cütündə. Deməli, əgər biz 8 və 4 nöqtələrini birləşdirsək, bu 8 ilə bu 4-dür. Gəlin, birləşdirək. Bu qüvvə bizdə olur RS fırlanma kinematik cütündəki reaksiya qüvvəsi. Gəlin, onu ölçək və vuraq miqyasa. Bu təxminən 85 mm-dir. Deməli, RS cütündəki reaksiya qüvvəsi bərabərdir 8-4 parçası vurulsun müeff. O da bərabər oldu. Deməli, 85 mm vurulsun 200. Bu da elədir 170 yanında 2. 17.000 Newton alındı bu qüvvə. Beləliklə biz giriş bəndinin də qüvvələr analizini bağışlayın.
Asur qrupunun qüvvələr analizini yerinə yetirdik. İndi keçək giriş bəndinin qüvvələr analizinə. Giriş bəndinin qüvvələr analizini aparmaq üçün, yəni bu məsələ artıq baxdığımız məsələyə nisbətən xeyli asandır. Giriş bəndini çəkək həmin vəziyyətdə. Evet, çektim ben bu giriş bandını burada. Bu olsun bizim dayak nöqtəmiz, A nöqtəsi. Burada bunun uzunluğu 30 mm idi. Burada 30 mm gəlin qeyd edək. 30 mm qeyd edək. Deməli, bu giriş bəndini biz Asur qrupundan ayırmışıq. Ona görə buradakı reaksiya qüvvəsini göstərməliyik. Reaksiya qüvvəsi R1-2 reaksiya qüvvəsidir. R1-2 reaksiya qüvvəsi bu birinci bəndin ikinci bəndə təsiridir. Buraya isə tətbiq eləməliyik. İkinci bəndin birinci bəndə təsir qüvvəsi. O isə olacaq bunun tam əksinə. Gəlin bu qüvvəyə paralel çəkək. Deməli, bu istiqamət buna paralel oldu. Qüvvə isə olacaq. Burada tətbiq eləyəcəyik biz. Deməli, R bu qüvvənin əksi. R2-1 qüvvəsi bu bərabərdir mənfi R1-2 reaksiya qüvvəsinə. Daha sonra giriş bəndinə tarazlayıcı qüvvə tətbiq eləyək. Tarazlayıcı qüvvə bu mühərrikdən giriş bəndinə ötürülən qüvvə kimi başa düşülür. Yəni bu qüvvə belədirsə, tarazlayıcı qüvvə bəndə perpendikulyar götürülür. Olacaq F tarazlayıcı qüvvə, F tarazlayıcı moment təlindən tapa bilərik. Ancaq bunun başqa bir üsulu var. Nəzəri mexanikədən məlum olduğu kimi 3 qüvvənin müstəvi üzərindəki 3 qüvvənin tarazlıq şərti var. 3 qüvvədən biri budur, biri də A kinematik cütündəki, A fırlama cütündəki reaksiya qüvvəsidir. 3 qüvvə tarazlıqdadırsa, onlar bir nöqtədə kəsirlər. Deməli, buradakı reaksiya qüvvəsi bura tətbiq olunur, A nöqtəsi tətbiq olunur. Həm də mütləq B nöqtəsindən keçməlidir. Ona görə bu qüvvənin istiqaməti artıq alınır ki, reaksiya qüvvəsi AB istiqamətinə yönəlməlidir. Ona görə biz nə edirik? Götürürük həmin R2-1 qüvvəsini. Burada gəlin bu R2-1-i çəkək. Gəlin burada bir parça götürək, bunu uyğun çəkək. Deməli R2-1 buradan buraya gəlin, paralel çəkməliyik mütləq. Bu qüvvəyə paralel. Deməli R2-1 çəkdim. Yaxşı olar ki, elə bu parça ilə göstərək. Bu bəyəklərə 85, yox, bağışlayın, 64 mm alınmışdır. Gəlin onu 64 mm götürək. Bunu biz 64 mm götürməyə bilərik. Bu bizdə oldu. Həmin bu, deməli, R2-1 reaksiya qüvvəsi. Sonra bunun ucundan çəkirik biz bu FT-nin istiqamətini. Və bu nöqtədən çəkirik AB bəndinin istiqamətini. Bu təxminən burada göstərir. AB-yə paralel. Bunlar belə bir məsələ alındı burada. Deməli, artıq alındı. Bu qüvvə bizdə
Bunu yazacaq 1, bu olsun 2 parçası, bu da 3 parçası. 1-2 parçası bu bizdə R 2-1 reaksiya qüvvəsidir. Bu qüvvə F tarazlayıcı qüvvədir. Bu isə alındı R 0-1 reaksiya qüvvəsi. Miqyaslar eynidir. Çünki mən R2-1-i buradan birbaşa götürdüm. Ona görə R0-1 reaksiya qüvvəsinin qiyməti olacaq bunun parçası 1-3 parça, 3-1 parçası 30 mm. Deməli, R sıfırıncı bəndinin 1-ə təsir reaksiya qüvvəsi bərabərdir 3-1 parçası vurulsun F-ə. Bu da oldu 30 mm. 30 mm vurulsun 200. Bu da elədi 6000 Newton. 6000 Newton alındı. Beləliklə bu mexanizmin qüvvələr analizi bitmiş hesab edilə bilər.